Almaniyada ictimai nəqliyyat işçilərinin 2 günlük tətili başlayıb. Bu barədə verdiyi Həmkarlar İttifaqı məlumat yayıb. Təkcə Bavariya vilayətində etiraz aksiyası 13 şəhəri əhatə edir. Əksər bölgələrdə avtobuslar, tramvaylar və metro xətləri fəaliyyət göstərmir. Bugün və sabah bazar günü tezdənə kimi Almaniyanın demək olar ki, bütün federal torpaqlarında bir çox yerlərdə avtobus və şəhər daxili qatarlar işləməyəcək. Verzi Həmkarlar İttifaqı əməkdaşlarını xəbərdarlıq tətilinə çağırıb. Cümə günü bu əsasən işləyən insanlara və məktəblərə təsir edəcək. Sabah isə həftə sonu səfəri planlaşdırılanlara da şamil olunacaq. Demək olar ki, bütün federal torpaqlarda. Xəbərdarlıq tətilinə şəhər daxili ictimai nəqliyyat müəssisələrinin əməkdaşları çağırıb. Bu adətən avtobus, tramvay və metro operatorlarına aiddir. Tətil Deutsche Bahn şirkətinə şamil olunmur. Regional qatarlar, uzaq məsafəli qatarlar cümə və şənbə günləri adi qaydada işləməlidir. Ümumilikdə isə Verzinin məlumatına görə tarif danışıqları ölkə üzrə təxminən 100 min əməkdaşı əhatə eləyir. Qeyd edeyim ki, fevralın əvvəlindəki, fevralın 2-sində də tətil olmuşdu və bir çox insan avtomobillərə üstünlük vermişdi. Qiymətləndirmələrə görə ölkə üzrə həmin vaxt tıxacların uzunluğu və müddəti bir qədər artmışdı. Taksi xidməti isə səhər saatlarında tələbatın artdığını bildirmişdi. Bütün 16 federal torpaqlarda əsasən kommunal işə götürənlər birlikləri ilə aparılan danışıqlarda Verzi xüsusilə əmək şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını tələb edir. Həftəlik iş vaxtının və növbələrin azaldılması, istirahət müddətinin artırılması, gecə və həftə sonu işinə görə əlavələrin yüksəldilməsi. Bavariya, Brandenburg, Saarland, Turingiya və Hamburger Hochbanda isə əlavə olaraq əmək haqqının artırılması da müzakirə olunur. Həmkarlar İttifaqının fikrincə danışıqlarda son vaxtlar ciddi irəliləyiş yoxdur. Bəs danışıqlar nə vaxt başa çata bilər? Hazırda bu sual açıq olaraq qalır. Danışıqlar regiondan regiona, həm də tələblərdən tələblərə fərqlənir və irəliləyiş səviyyəsinə görə də fərqlənir. Lakin hələlik heç bir sahədə proses yekun mərhələyə çatmayıb.